Birinci hissə test toplusu, isbat məsələləri 8-ci sualın izahına baxırıq. Sadə bir isbat məsələsidir. Qulaq asın əziz şagirdlər. Deməli deyir ki, isbat edin ki, üçbucağın xaricə bucağının tənböləni onun tərəfinə paraleldirsə, bu üçbucaq bərabər yanlıdır. Xarici bucağın tənböləni bu C deməli təpə nöqtəsindən keçən bir şuadır. Əgər bu tənböləndirsə, onda biz bura alfa yazsaq, burada alfa olacaq. Deməli, bu çox sadədir. Yazırsınız ki, daxili çarpaz bucaqlara görə, bax, bura bir SY yazaq. Deməli, SY tənböləni daxili çarpaz bucaqlara görə yazırsınız. Daxili çarpaz bucaqlara görə bucaq YSB bərabərdir bucaq SBA-ya. SBA-ya. Onda burada alfa olar. Sonra yazırsınız uyğun bucaqlara görə bucaq bura bir M yazsaq, bucaq MSY bərabərdir bucaq SAB ya da MAB də yaza bilərsiniz. Yazaq MAB. Onda burada alfa olar. Yəni o verdiyim hərfləri siz imtahanda belə sual düşəndə istədiyiniz hərf qeyd edə bilərsiniz. Heç bir problemi yoxdur. Və buradan da nəzərə çarpır ki, üçbucaq SAB bərabər yanlı üçbucaqdır. Və alırıq AC tərəfi bərabərdir BC tərəfinə. Və bu şərt də onu göstərir ki, üçbucaq bərabər yanlı üçbucaqdır. İndi mən bərabər yanlı üçbucaq olmağını əvvəlcədən qeyd elədim burada. Yəni modul AC bərabər modul BC, yəni parçanın uzunluğu müsbətdir. Modulda yazmağımız daha səlqəli olar. Bu şərt ödəndiyi üçün CAB üçbucağı bərabər yanlı üçbucaqdır. Verilən tapşırıq isbat olundu.